körpə uşaqlarında energetik içkilər içdiyini görürük və bunu adi kompot kimi içirlər uşaqlar. Bəzi insanlar ümumiyyətlə ac qala bilmirlər. Ya başları gicərlənir, ya özlərini pis hiss eləyirlər, ya ürək bulanma gəlir. Ümumiyyətlə ac qala bilməmək nə ilə bağlıdır? Fiziki aktivdə deyilsə, əlbəttə ki, bu qanda xolesterin yüksəlməsinə və gələcəkdə damar tıxanmalarına və qəflətli ürək problemlərinə səbəb olacaqdır. Doktor, bəs qan azlığı olan insanların arıqlaya bilməməsi məsələsi ümumiyyətlə doğrudurmu? Bəli, bu da doğrudur. Uzun müddətli aclıqlar gələcəkdə öddaşı xəstəliyin yaranmasına gətirib çıxardır. Hamilə qala bilməyən qadınlarda bu problemin arxasında artıq çəki dayana bilərmi? Bəli. Aybaşı pozulmasına, aybaşı kəsilməsinə, saç tökülməyə, sümüyəzələ ağrılarına, əzələ itkisinə və s. gətirə bilər. Yayımın sponsoru zövqlü və keyfiyyətli mebellərin ünvanı Adina Konsept. Ünvan Əhməd Rəcəbli küçəsi 152. Dəyərli izləyicilərimiz, hər birinizi yenidən xoş gördük. Bugün yanlış qidalanma vərdişlərinin yaratdığı sağlamlıq problemlərindən, endokrin xəstəliklərdən danışacağıq. Hansı qidalanma vərdişlərimiz bizi uçuruma aparır? Hansı qidalanma vərdişlərimiz bizi xəstəliklərə yönləndirir? Bugün müsahibəmizdə bu məsələyə toxunacağıq. Studiyamızın qonağı dəyərli həkimimiz, endokrinoloq Ayşən xanım Xəlilovadır. Xoş gördük. Xoş gününüzə gələk, sağ olun. Dəvətinizə görə təşəkkür edirəm. Min şükür, yaxşıyam. Doktor, az yeyirəm, amma çəkim yenə də getmir. Və bunun üçün mən hansı analizləri verməliyəm? Çox aktual sualdır və hər gün pasientlərdən bunu eşidirik. Az yemək hələ çəki vermək üçün əsas faktor deyil. Yəni çəki ümumiyyətlə normalda biz əgər kalori düzgün alırıqsa və düzgün vermək qaydamızla, yəni xərcləməmiz də yaxşı gedərsə, yəni fiziki aktiv olarıqsa, bu zaman orqanizmə xüsusi az yeməyə ehtiyac olmur. Bədən öz tələbatı olan qədər istifadə edə bilir. Amma bu tarazlıq pozulanda və bu tarazlığın pozulması bizim faktorlardan, bizdən asılı olan faktorlarımız var ki, hansı ki biz daha çox qida istifadə edirik, gün ərzində dayanmadan az yeməyimizə baxmayaraq yemək saylarımız çox olur, atışdırmalarımız çox olur. Məsələn, sadə gəzintiyə gedərkən özümüzdən atışdırmalıq götürmək, televizora baxarkən özümüzdən atışdırmalıq götürmək və bu kimi vərdişlər bizim davamlı olaraq kalori almamıza səbəb olur. Gözdə görünən miqdar azdır, amma daha yəni qəbul olunma sayı daha çoxdur. Və bununla yanaşı əgər oturaq işlə işləyiriksə, ofis işində isə, daha az fiziki aktivliyə sahib isə, bu zamanda bizim çəki alma prosesimiz az yeməyimizə baxmayaraq çox olacaqdır. Bundan başqa da bu bizim normal sağlam insanlarda gördüyümüz və bir çox xəstəliklər də buna səbəb ola bilir. Bu xəstəlikləri endokrin tərəfdən araşdırmaqdan ötürü ilk öncə baxacağımız analizlər qalxanvari vəzi hormonlarıdır. Qalxanvari vəzin TSH, FT4, FT3 verməklə ilkin olaraq tiroid vəzinin funksiyası haqqında məlumat əldə etmiş oluruq. İnsulin direncini, qanda xolesterin səviyyəsinin yoxlanılması, həmçinin qan dəyərlərində, qanda mineralların səviyyəsinin yoxlanılması. Çünki bəzən dəmir defisitli anemiyalarda pasiyentin davamlı olaraq şəkərli qidalara istəkləri daha çox olur və bu xəstələrdə də baxmayaraq ki, qidalanmır və ya az qidalanır, ancaq şəkər ehtiyacı daha çox olur, şəkər istəyi daha çox olur. Buna da diqqət etmək lazımdır. Bundan başqa insulin direnci və PMOS dediyimiz yumurtalıqların əvvəllər PCOS deyilirdi, polikistik over sindromu, hal-hazırda polimetabolik yumurtalıqlar sindromu olaraq adlanır və bütün bunları araşdırmaq üçün də cinsi hormonların aybaşını müvafiq günlərdə yoxlanılmasına mütləq ehtiyac vardır. Yaxşı olar ki, əlbəttə ki, pasient analiz verməmişdən qabaq endokrinoloq müayinəsindən keçsin. Çünki bu qədər analizlərin hamısını birdən vermək pasiyentə maddi olaraq da ağır yükdür və hormonların da sirkad ritmi, diurnal ritmi olduğuna görə hər hormonun özünə uyğun saatı və aybaşı ciklinə uyğun verilmə günü vardır. Buna görə də ilk öncə izafi xərclərdən qaçmaq üçün ilk öncə həkim kontrolu, şikayətlərə uyğun da pasiyentə özəl analizlərin təyin olması məsləhətdir. İnsulin direnci ifadəsini son vaxtlar çox eşidirik. Demək olar ki, hər 3 nəfərdən deyərəm ikisində bu problem rast gəlir. Ümumiyyətlə insulin direnci nə deməkdir? İnsulin qanda mədə-altı vəzi tərəfindən buraxılan bir hormondur. Əslində insulinin vəzifəsi qanda olan şəkəri hüceyrə
içərisinə keçirtmək. Sadəcə deyək ki, bir transporter rolunu oynayır. Qapının açarı kimi. Qapını açır və qlukoz da qandan daxil olur hüceyrənin daxilinə. Ancaq bəzi pasientlərdə bu dirənc olduqda, yəni hüceyrə qapısında bu açar qırıldıqda, bu ola bilər genetik olsun. Tip 2 diabeti olan pasientlərin əslində, ailəsində bu pasientlərdə bu genetik olaraq meyillilik var və yaxud da ki, artıq çəki nəticəsində pi qatının artması nəticəsində dirənc yaranır və hüceyrə artıq insulini tanımır, insulin üçün qapını açmır, loru dildə izah eləsək və şəkər içəriyə daxil olmur. Qanda şəkərin miqdarının yüksəlməsi mədalaltı vəzdən daha da çox insulin ifrazına səbəb olur və bu zaman bir paradoks yaranır. Yüksək insulin miqdarı da qan şəkərinin əksinə təzədən enməsinə, kəskin enməsinə gətirib çıxardacaqdır. Çünki bəzi toxumalarda insulindən asılı olmadan qan şəkəri mənimsənilə bilir və bu zamanda pasientdə fərqli şikayətlər yaranır. İnsulin elə bir rəqəmdir ki, biz şəkər yeməyə, şirniyyat yeməyə yeyiriksə və gəlib insulin analizdə istəmək, onu dəfələrlə təkrar yoxlamaq, onun yüksəkliyini görüb hər dəfə məyus olmaq, yəni bu mənasız və absurd bir müayinə hesab olunur bu zaman. Biz insulin dirəncini yoxlamağı tövsiyə edirik. Pasiyenti ilkin stadiyalarda yoxlaya bilərik müayinə zamanı və yaxud da ki, pasiyent ideal pəhrizini saxlayır və pəhrizə saxlanmasına baxmayaraq, əgər çəki vermədə hələ də dirənc görürüksə, kilolarda getməsini, yəni baxmayaraq sağlam qidalanır, fiziki aktivdir, amma buna baxmayaraq çəki getmir. Bu zaman insulin direncini yoxlamaqda bir fayda vardır ki, pasiyent ideal əməl edir, amma hardadır bir problemi araşdırmaq üçün. Amma normalda hər pasiyentdə bu direnci yoxlamaq və davamlı olaraq bunu nəzarətdə saxlamaq faydalı müayinə hesab olunur. Bəzi insanlar ümumiyyətlə ac qala bilmirlər. Ya başları gicəllənir, ya özlərini pis hiss eləyirlər, ya ürək bulanma gəlir. Ümumiyyətlə ac qala bilməmək nə ilə bağlıdır? Ac qala bilməmək deyil, bu insulin direncinin əlamətlərindən biridir. Əgər ailədə diabetli pasiyentləriniz varsa, artıq çəkidən əziyyət çəkən pasiyentlər varsa, infarkt, insult, hipertoniyalı pasiyentlər varsa, yəni xronik xəstəliklərdən əziyyət çəkən pasiyentlər varsa, bu pasiyentlərin ailə üzvlərində, uşaqlarında bu əlamətlər görülə bilir. Bu başlanğıc insulin direncinin əlaməti də ola bilər. Qan azlığının əlaməti də ola bilər və bu zaman qan şəkər düşmə halında, qanda şəkər kəskin enəndə acılığa dözümsüzlük, halsızlıq, bəzən əsəbilik, bəzən əsmə, gözlərdə qaralma kimi əlamətlər ola bilər. Ürək çırpıntı, bəzi pasiyentlərdə aşırı profuz tərləmə olur, soyuq tər basır. Bu qan şəkər səviyyələrinin kəskin enməsinə bağlı əlamətlərdir. Əgər bu əlamətlər tez-tez təkrarlanırsa, mütləq endokrinoloqa müraciət edib altda yatan bir diabet varmı və yaxud altda yatan bir insulin direnci varmı və bununla necə mübarizə aparaq ki, gələcəkdə də bu şəkərli diabetə doğru aparmasının araşdırılması lazımdır. Doktor, bəs qan azlığı olan insanların arıqlaya bilməməsi məsələsi ümumiyyətlə doğrudurmu? Bəli, bu da doğrudur. Çünki qan azlığı ümumiyyətlə əvvəl araşdırılması lazımdır ki, nə tipdə qan azlığıdır. Əgər dəmir zifirli anemiyalarda ümumiyyətlə qan azlığı bu məfhuma biraz biz ümumi baxırıq, amma qan düşünsək ki, orqanizmə qidalı maddələri və oksigeni daşıyan əsas orqandır. Biz qan vasitəsilə, məsələn, biz beynimizə yemək yedirmirik, biz yemək yeyirik və yemək qan vasitəsilə qidalı maddələr beyninə çatır və yaxud barmaq ucuna qədər çatır, əllərimizin ucuna qədər çatır. Bu deməkdir ki, qan bizdə bütün bu qidalı maddələri daşıyıcı bir orqandır. Və qan azdırsa, hemoqlobin miqdarı azdırsa, eritrositlərin sayı azdırsa, biz bu oksigeni normaldan daha azalmış oluruq və bu baxımdan orqanizm aclıq dövrünə keçir. Orqanizm aclıq dövrünə keçəndə bu zaman stress hormonu da yüksəlir və pasiyentdə bir türlü bədən qoruma refleksinə keçir. Hər aldığı qidanı pi şəklində saxlayır və bədən elə bilin ki, müharibə rejimində özünü ehtiyatını toplamaq hissi kimi artıq çəkini qoruyur və verməməyə başlayır, bu bir. Və ikincisi, davamlı olaraq qan qidalı maddələr çatmadığına görə orqanizmin doymama hissi yaranır və bədən düşünür ki, mən nəsə yeməliyəm və adətən də qan azlığı olan insanların şəkərli qidalara meyilliliyi çox olur. Yəni yemək yeyirlər, yeməkdən sonra doyma hissi tam doymur, bədən narahatdır və yenə bir şəkərli qida üzərindən alırlar və ona görə də ilk eləyəcəyimiz pasiyentlərə hər zaman öz başına çəki verməyə çalışmayın deyirik. Çünki nəzarətsiz diyetlər, bu qruplarla yazılmış diyetlər, bunlar nəzərə alınmadan pasiyentlərə təyin olunur və bir pasiyentdə bu əgər qan azlığı problemi də varsa, bu pasiyentə gələcəkdə daha ciddi problemlərə, aybaşı pozulmasına, aybaşı kəsilməsinə, saç tökülməyə, sümüyəzələ ağrılarına, əzələ itkisinə və s. gətirə bilər. Ona görə də çəki vermə prosesi bu dəqiqə hər kəs özü üçün bilən sayılır, hər kəs onu tətbiq etməyə çalışır, amma düşünürəm ki, orqanizm mürəkkəb bir sistemdir. Onu həkim nəzarəti olmadan, araşdırmadan
bir konkret bədənin problemini bilmədən, o cümlədən qan azlığının səbəbini araşdırmadan bir diyet başlamağa tövsiyə olunmur. Mədə-altı vəz məsələsinə bayaq toxundunuz. İstərdim bunu da biraz izləyicilərimiz üçün açaq. Ümumiyyətlə mədə-altı vəz yaxşı işləmirsə, işində problem varsa, bu özünü hansı əlamətlərlə göstərir? Mədə-altı vəzi əslində həzm orqanıdır və mədə-altı vəzinin bir çox funksiyası vardır. Əsas funksiyası da onun həzmdə iştirak edən fermentlərin ifrazıdır. Yəni qidalı maddələri mədə-bağırsaq sisteminə ifraz olunur və orada qidalı maddələrin həzm prosesində və qana sorulması prosesində aktivləşdirir. Bu zamanda, yəni əgər bu çatmazsa, mən yenə də loru dildə izahlayacağam ki, aydın olsun insanlara. Tutaq ki, qida parçalanmağa çatmır və qida tam parçalana bilmir. Artıq qida, köhnəlmiş qida çürümə prosesi gedir və orada qaz şəklində toplanır. Qaz şəklində toplanma nəticəsində də köp, qaz, meteorizm, diafraqma qalxır, tənginəfəslik ağciyərə doğru sıxılır. Tənginəfəslik yaranır. Bağırsaqlar sanki bu şar kimi şişməyə başlayır və bu da əlbəttə ki, qarnın böyüməsinə, köpməyə, nəfəs darlığına gətirib çıxarda bilir. Amma bir də mədə-altı vəzinin daxili endokrin funksiyası var. Bayaq dedim, ekzokrin funksiya idi, yəni ferment ifraz etməsi, yeməyi həzm etməsi. Bir də var daxili sekresiya funksiyası, bu qana ifraz olunur, birbaşa bağırsağa tökülmür və bu insulindir. Bu bizə qan şəkərlərini tənzimləyir. Yəni mədə-altı vəzi həm xarici sekresiya orqanıdır, yəni yeməyin həzmində birbaşa yediyimizi həzmlə məşğuldur. Bir də insulin ifraz edərək hüceyrələrə birbaşa şəkərin çatdırılmasına məsuldur. Ona görə mədə-altı vəzi ciddi orqandır və uzun müddətli stress, uzun müddətli oturaq həyat tərzi, uzun müddətli qeyri-sağlam və qeyri-düzgün qidalanma tərzi zamanla mədə-altı vəzinin daha tez yorulmasına və daha tez problemlərinə və gələcəkdə xronik xəstəliklərə gətirib çıxardır. Bəzi insanlar var, ümumiyyətlə spirtli içki içmirlər, çox ağır qidalanmırlar, ümumiyyətlə arıq insanlardır, amma onların qanında xolesterin miqdarı çox çıxır. Bu nə ilə bağlı ola bilər? Belə bir xəstəlik var, familial hiperlipidemiya, belə bir yəni ailecə xolesterinin qanda yüksək olması. Belə bir xəstəlik yayılmış zonadır. Və əgər fikir vermisinizsə, son illər həddən artıq gənclərdə infarkt və insultun yaranması, ciddi kəskin beyin qandıran çatmamazlıqlar, bunlar tez-tez müşahidə olunur. Son zamanlar qəflətli ölüm cavanlar arasında çox geniş yayılmışdır. Bunlar da gözdən qaçan, müayinə olunmayan xolesterin yüksəkliyi olan pasientlərdir. Çox zaman bu genetik xəstəlikdir. Atadan, anadan, ailədən, nənələrdən, babalardan gələn bir genetik xəstəlikdir Azərbaycanda və bir də bizim özümüzün yerli qida mədəniyyəti. Biz həddən artıq yağlı yeməyi sevirik, biz hərəkət etməyi sevmirik, biz aktiv deyilik, bizim yığışmalarımızla belə yeməklər düşünürük. Kim daha yaxşı bişirdi, kimin yeməyi daha yağlı oldu, daha dadlı oldu. Buna çalışdığımız sürəcə, bir də əgər genetik olaraq üstümüzdə daşıyırıqsa bunu və fiziki aktivdə deyiliksə, əlbəttə ki, bu qanda xolesterin yüksəlməsinə və gələcəkdə damar tıxanmalarına və qəflətli ürək problemlərinə səbəb olacaqdır. Ümumiyyətlə, ürək-damar problemindən qorxan insanlar tez-tez ürək həkiminin yanına gedir, ürəyini yoxlatdırırlar və adətən bu cür yoxlanmalarda nəticə demək olar ki, yəni pis çıxmır, yaxşı çıxır. Amma dediyiniz məsələlər var, məsələn, xolesterin məsələsidir, insulin məsələsidir. Ümumiyyətlə, qəfil ölüm baş verməsin deyə insan hansı analizlərdən keçməlidir? Hər zaman onu dönə-dönə vurğulayıram ki, bizim insanlarımız kardioloji müayinə zamanı edilən sadə müayinələr kardioqramma, exokardioqrafiyadır. Və bu zaman ürəkdə artıq mövcud olan patologiya görünür. Yəni ürək əzələsində baş vermiş patologiya görünür. Amma bu pasientdə nə baş verə bilər? Öncədən buna gələcəkdə deyə bir 5 il sonra, 10 il sonra nə yaşana bilər? Bunu bilməkdən ötürü pasientlərin mütləq endokrinoloq müayinəsinə ildə bir dəfə də olsa keçmələri lazımdır. Endokrinoloji müayinə zamanı biz bütün hormonal sistemi, qanda xolesterin səviyyələrini, qan dəyərlərini, mineralları, dəmir dəyərlərini, bütün bunlar yoxlanılır, vitaminlər yoxlanılır və pasientə uyğun olaraq təyin olunur ki, bu tipdə profilaktik müalicəyə ehtiyac var və yaxud da həqiqətən də müalicəyə ehtiyac varmı? Yəni bu zaman aşkarlanır. Çünki nə qədər aşkarlanma çox olarsa, o qədər qarşısını alınmaq da çox olar. Yəni və hər zaman da dön-dön dediyimiz kimi müalicədən çox profilaktikə üstünlük vermək lazımdır və bir mədəniyyət halına keçirməmiz lazımdır. Hər birimizin ildə bir dəfə bir endokrinoloq konsultasiyasına keçməmiz mütləqdir. Çünki orqanizm idarə edən iki böyük sistemdir. Mən bunu hər zaman deyirəm ki, orqanizm idarə edən sinir sistemi və humoral sistem. Yəni düşünün ki, qadını və kişini idarə edən hormonları, qan dəyərləri, bütün bu bizim həm həyatı aktivliyimizi, həyat keyfiyyətimizi və həyatdan zövq almamızı təmin eləyir. Çox zaman pasientlərin müraciətləri bir söz olur ki, doktor, hər şeyim var, çox şükür Allaha, amma mən heç nədən zövq ala bilmirəm. Yəni bu bəzən də bir çox dəyərlərin
aşağı olmasını və yaxud bir çox dəyərlərə korreksiya lazım olduğunu göstəricisidir ki, pasientdə qan dəyərləri düzələndən sonra yanındakı gözəllikləri də görməyə başlayır. Ümumiyyətlə kişidə də, qadında da qarın əgər piylənibsə, qarın çıxıb önə gəlibsə, bu zaman hansı orqanlar yoxlanmalıdır? Qarın piylənməsi metabolik sindromun əlamətidir. Metabolik sindrom, prediabet və diabet bu silsilə olaraq gedən xəstəliklərdir. Yəni biz metabolik sindromdan geri qayıda bilərik diabet olmamaq üçün. Amma metabolik sindromu, yəni biz qarını iri qarını gördük. Əşi hamı da belədir, qonşuda da belədir, atam da belə olub. Belə deyib keçəriksə, zamanla bu qarın piylənməsi bizdə xronik olaraq şəkərli diabetə və şəkərli diabetin verdiyi ciddi fəsadlara, eləcə də ürək damar xəstəliklərinə gətirib çıxardacaqdır. Analiz olaraq ilk olaraq yoxlanması lazımdır. Yenə insulin direnci, qan şəkər səviyyələri yoxlanmalıdır, xolesterin səviyyələri yoxlanmalıdır, qaraciyər sınaqları yoxlanmalıdır və pasientin buna uyğun olaraq həyat şəraiti və fiziki aktivliyi dəyişilməlidir və qida mədəniyyəti və qida rejimi dəyişilməlidir. Az yemək, daha çox hərəkət etməyə çalışmaq lazımdır. Amma burada bir nüans var. Mən onu hər zaman deməyə çalışıram insanlara ki, bir hormonal problemi olan insana az ye və çox hərəkət elə deməyimiz ayağı sınmış birinə dur qaç deməyimizə bənzəyir. Yəni ayağı sınmış biri necə qaça bilmirsə, hormonal problemi olan da bunu bacarmır ki, bu belə yəni. Və bu zamanda endokrinoloqlar köməyə çatır ki, problem nədədir? O problemi həll edək ki, az yesin və çox hərəkət eləsin. Doktor, deyirlər ki, adətən arıqlamaq istəyirsənsə gündə bir dəfə qidalanmalısan və ona görə də əksər insan səhər yeməklərindən imtina edir. Orada da çalışır ki, salat yesin, ya yüngül qidalansın. Bu qidalanmanı biz saxlayırıq axşama. Axşam da evə gedirik, ət, üzərindən salat, şirniyyat. Ümumiyyətlə bu cür qidalanma, ya gündə bir dəfə də olsa bu cür belə ağır axşam saatlarında qidalanma bizi hansı istiqamətlə aparır? Birincisi, mən tərəfdarı deyiləm gündə bir dəfə qidalanmanın. Normalda gündə 2 və ya 3 dəfə qidalana bilərik. İnterval acılıqlı təyin olunmuş pasientlərdə də 2 dəfə qidalana bilər, amma burada nəzərə almaq lazımdır ki, biz davamlı olaraq ac qalarıqsa, uzun müddətli aclıqlar gələcəkdə öddaşı xəstəliyin yaranmasına gətirib çıxardır və öd kisəsi zamanla boşala bilmir. Köhnə qalmış öd durğunluğa uğrayır və daşlar yarana bilir və duran yerdə də bunun törədicisi özümüz oluruq. Bundan başqa da uzun müddət aclıqdan sonra qan şəkər səviyyələri kəskin enmiş olur və bizim doymama hissimiz yaranır. Biz ona görə axşam saatlarında artıq biz heç cür doya bilmirik. Yəni bu bizim özümüzdən asılı deyil. Üçüncüsü niyə tərəfdarı deyiləm? Çünki axşam saatlarında həddən artıq qidanın qəbulu insanın yuxu probleminə gətirib çıxara biləcək. Yuxudan narahat olması, gərgin olması, səhər daha əzgin ayılması, həyat keyfiyyətini və əmək qabiliyyətinin pozulmasına gətirəcək və ona görə də ən azından yuxudan 5 saat öncə də bütün qidaların qəbulunu kəsməyə tövsiyə edirik pasientlərə də və sağlam insanlara da əlbəttə ki. Onun əvəzinə 3 dəfə sağlıqlı, porsiyalı, ara yemək olmadan, atışdırmalıq olmadan sağlam qidalanmaq, yəni riayət qaydasına əməl edəriksə, sağlam boşqab prinsipinə əməl edəriksə, biz orqanizmə, yəni kənardan vitamin və əlavələrin almağımıza ehtiyac yoxdur. Bu dəqiqə kimi soruşsanız, hamı bacardıqca özləri tanışlarla, biliklərlə və ya xaricdən gətirirdilər və yaxud özləri aptekdən soruşub müxtəlif vitaminlər alırlar. Amma bir şey düşünmək lazımdır ki, Azərbaycan ilin 12 ayında tərəvəz və meyvə ilə və təbii qidalarla zəngin bir, həqiqətən də bir ölkəyik və bunun qədrini bilərəkdən sadəcə düzgün boşqabı idarə eləyəriksə və 2 dəfə porsiya və yaxud da ki, o saatlarını hər pasientə uyğun quraşdırması lazımdır. Fiziki aktivliyinə, həyat şəraitinə uyğun quraşdırması lazımdır və yaxud 3 dəfə qidalanma ilə biz bu krizlərdən də uzaq olacağıq, davamlı tox olacağıq və acılıqdan aqressivlik, acılıqdan əmək qabiliyyətimizin işləminin azalması, diqqət və konsentrasiyanın pozulması kimi şikayətlərimiz də olmayacaq. Məsələn, çox zaman ac ikən yuxuda pasient yuxulu şəkildə olur insanlar və işdə də iş qabiliyyəti və keyfiyyətləri azalmış olur. Və buna görə də ilk eləyəcəyimiz iş qidamızı rejimdən və sağlam boşqab prinsipinə əsasən eləmək lazımdır. Vitamin qəbul etməkdən danışdınız. Çox maraqlıdır əslində. Demək olar ki, bugün bütün evlərdə hamı vitamin qəbul edir. Multivitaminlər, balıq yağları, nə bilim D vitamini. Ümumiyyətlə tez-tez vitamin qəbul eləmək insanı kökəldə bilərmi? Bəli. Nəinki kökəldə bilər və müxtəlif xəstəliklərə yol aça bilər. Vitamin hər zaman xeyirli deyil. Vitaminlərin yersiz və lazımsız istifadəsi hipervitaminoz deyilən bir halla, xəstəlik halı ilə pasient qarşılaşmış olur. Bu da özünü dəridə, bağırsaq funksiyasında, artıq çəkidə və sair göstərə bilir. Mən Azərbaycan üçün multivitaminə ehtiyac olduğunu düşünmürəm. Çünki həqiqətən də zəngin bölgəyik qida ilə və ona görə də yenə deyirəm, düzgün və sağlam boşqab prinsipinə əməl edəriksə, biz qida ilə bir çox vitaminlərimizi
diaqnozu almış oluruq. Amma pasientin şikayətlərinə uyğun olaraq konkret hər hansı bir vitamin defisiti varsa, bunda yalnız müayinədən sonra və həkim təyin edən dozada istifadəsi. Adətən multivitaminlərin və yaxud bu ara üsulu ilə satılan vitaminlərin tərkibində müalicəvi dozalar olmur və o müalicəvi dozalar bizə istədiyimiz nəticəyə çatmağa kömək eləməyəcək. Yalnız həkim təyinatından sonra müalicəvi dozada olan preparatların təyini ilə o defisitləri də aradan qaldırmaq olar, amma bunu multivitamin şəklində qətiyyən yox, yalnız müayinədən və xəstəyə özəl təyinatdan sonra etmək olar. Kişilərdə artıq çəki problemi, yəni qarında piylənmə, ümumi bədənin piylənməsi gələcəkdə cinsi zəiflik problemləri yarada bilirmi? Bəli, öncə bir şey deyim ki, artıq çəki, əgər fikir vermisinizsə, kişilərdə, məsələn, gənc ikən daha arıq, daha çəkiləri normal, fit, daha aktiv olurlar və yaşlandıqca, fiziki aktivliyi azaldıqca çəkinin artması ilə bağlı onların həm cinsi potensiyasında azalma, həm də ki, əhval-ruhiyyələrində azalma olur. Yəni artıq heç nəyə kreativlikləri yoxdur, heç nə eləmək istəmirlər, əzələ qüvvəsi azalmış olur və bu da birbaşa qarın piyinin artmasına bağlıdır. Çünki qarın piyinin artması eyni viszeral piylənmə. Qaraciyərdə bildiyimiz kimi həm qadın, həm kişi orqanizmində həm testosteron, həm estrogenlər vardır və qaraciyərdə bir ferment buraxılır. Bu fermentin adı seks hormon binding globulin, yəni cinsi hormonları birləşdirən globulin adlı bir ferment buraxılır. Bu fermentdə lazım olmayan hormonların, cinsi hormonların bağlanmasına və deaktiv hala gəlməsinə səbəb olur. Amma viszeral piylənmə artdıqca qaraciyər funksiyası zəifləyir, qaraciyər sınaqları yüksəlir və qaraciyər artıq bu hormonun sintezini, bu zülalın sintezini azaltmış olur və azaldıqca da aktiv cinsi hormonların miqdarı artır və bu pasientlərdə artıq halsızlıq, yorğunluq, əzələ zəifliyi, motivasiyanın enməsi, disfunksiya, erektil disfunksiyalar, libido, cinsi istəksizlik, əzələ gücsüzlüyü, bədən quruluşunun formasının dəyişməsi, sinənin daha çox qabarması, ginekamastiya deyirik biz buna, qarnın ölçüsünün artması kimi əlamətlər görməyə başlayırıq və bu arada andropauza da aktivləşmiş olur. Necə qadınlarda menopauza var, kişilərdə də andropauza var və bu zaman bizim pasientlərə bir mənalı tövsiyə edəcəyimiz ilk öncə artıq çəkidən azad olmaq, fiziki aktiv olmaq və əgər hormonal statuslarına da baxıb, hormonal statusunda hər pasientə uyğun ya əlavələrlə müalicə və yaxud hormonal terapiyanın başlanması haqqında qərar verilir. Andropauza kişilərdə neçə yaşdan sonra başlayır adətən? Fərqlidir. Əvvəllər olan rəqəmlər hal-hazırda deyil, çünki indi daha qlobal bir dövrdə yaşayırıq deyək, xronik xəstəliklərin baş aldığı bir dövrdə, oturaq həyat tərzinin artıq çəkinin olduğu bir dövrdə daha tez də ola bilər. 50 üstü kişilərdə rahat görünə bilir. Son zamanlar daha çox rast gəlinir. Bir də bura həm də müxtəlif idmanlarla məşğul olan pasientlərin müxtəlif vaxtaşırı olaraq hormonal preparatların istifadəsi də buna təsir edə bilir və mərkəzi olaraq hipotalamo hipofizar səviyyədə funksiyanın zəifləməsinə doğru apara bilir. Adətən deyirlər ki, çox idman məşqləri edən kişilər, bədəni iri olan, o protein tozları içən kişilərdə cinsi ümumiyyətlə funksiyalar zəif olur. Yəni bu doğrudurmu? O protein tozlarla bağlı bir o qədər bağlı deyil, nəinki istifadə olunan hormonal preparatlarla bağlıdır. Yəni hormonal preparatların istifadəsi hipotalamo hipofizar xaya sistemidir. Bizim bir hormonal sistem var. Bu sistemin pozulmasına gətirir və artıq orqanizm özü ürətmir, özü buraxa bilmir və buraxmadığına görə də pasientdə elə zəiflik və şikayətlər də ola bilir. Yəni bu sistem tam dəyərləndirilməlidir və mən hər zaman tövsiyə edirəm ki, pasientlərə idman gözəl şeydir, çox vacibdir fiziki aktiv olmaq, amma bunu icazə verilən həddə eləyin və proteinləri də adətən sağlam qida yolundan almağa cəhd edin. Əlavələrdən həddən artıq əzələlərin sürətlə şişməsinə çalışmayın və bunu daha sağlıqlı yolla eləməyə çalışın. Yəni daha çox məşq edin, əzəli böyüdün. Nəinki əlavə hormonal iynələr istifadə edərək əzələlərin böyüməsinə çalışın. Proteini məsələn hansı qidalardan ala bilərik? Proteini bir çox qidalardan, eləcə də ağartı məhsullarından, ət, balıq, toyuq, yumurta, qoz, fındıq, ləpələrdən ala bilirik. Bəs doktor, hamilə qala bilməyən qadınlarda bu problemin arxasında artıq çəki dayana bilərmi? Bəli. Çox təəssüf ki, hal-hazırda qız uşaqlarında da uşaqlarımızı balaca ikən oxşadırıq, yumrudular, şirindilər, amma bu bir müddət sonra artıq çəki artaraq, həmçinin qız uşaqlarında yumurtalıqlarda polikistik metabolik sindrom dediyimiz bir sindroma gətirib çıxardır. Bu zamanda biz PMOS adlandırırıq bunu. Bu zamanda nəinki ABH pozunluğu, gələcəkdə sonsuzluq, gələcəkdə şəkərli diabet, ürək-damar xəstəlikləri və onkoloji xəstəliklərə qədər apara bilən bir şeydir və ona görə də qidalanma vərdişi və mədəniyyəti hər bir ailənin özündə başlaması lazımdır və uşaqlarımızda da abur-cuburlu qidalar, kənardan alınmış, paketlənmiş, rafinə olunmuş
şəkərdən və qidalardan ibarət qidaların verilməsi və alınması heç icazə verilməzdir, yol verilməz olması lazımdır. Bunda xüsusi bir qayda qoyulması lazımdır. Bura həmçinin müxtəlif qazlı sünni şəkərləndirici içkilər, müxtəlif energetik içkilər də aiddir. Çox təəssüf ki, hal-hazırda körpə uşaqlarında energetik içkilər içdiyini görürük və bunu adi kompot kimi içirlər uşaqlar. Nə qədər də bu sürətlə davam edəcəksə, bir o qədər də biz piyələnməni qarşısı alınmayan bir xəstəlik kimi hər zaman qarşımıza görəcəyik. Kompotdan danışdınız. Ümumiyyətlə bu kompotlu mürəbbədə bizim uşaqlığımız elə bu mürəbbələrlə, kompotla böyümüşük. Kompotlu mürəbbədə bunları daim istifadə eləməyi siz tövsiyə edirsiniz? Etmirəm. Birincisi, bizim uşaqlığımızdan indiki uşaqlıq çox fərqlənir. O da fiziki aktivliyimizə bağlı olaraq. Bizim uşaqlığımızdakı olan dövrdə biz o qədər oturaq deyildik. Bu kompüter və oyun konsolları, telefonlar bu qədər yox idi və biz yediyimiz qədər ondan da artıq aktiv hərəkətdə onu istifadə edirdik. Hal-hazırda oturaq həyat tərzi, bütün dərslərin, hər şeyin, yəni bütün materialların əl altında, yəni bir klik qədər yaxın olması fiziki aktivliyimizi xeyli azaldır və buna görə də istifadə olunan hər bir yersiz qida, hər bir artıq şəkər insulin dirəncinin, metabolik sindromun, prediabet və diabetin yaranmasına səbəb olur, yaşdan asılı olmayaraq və buna görə də tip 2 diabet hal-hazırda daha çox gəncləşmişdir. Qaraciyər piyələnməsi çox gəncləşib və körpə uşaqlarda belə qaraciyər piyələnməsi 2-ci, 3-cü stadiyanı görmək asanlıqla mümkündür. Arıqlamaqdan danışdıq. İstəyirəm ki, az sonda kökəlmə məsələsinə toxunaq. Bəzi cavan gənclər, gənc oğlanlardır, qızlardır. Bunlar kökələ bilmirlər. Deyirlər ki, çox yeri, həddindən artıq, normadan da artıq qidalanır, amma kökələ bilmir. Ümumiyyətlə kökələ bilməmək bir xəstəlikdirmi? Birincisi, kökələ bilmirik deyən pasiyentləri araşdırılması lazımdır. Çox zaman bu pasiyentlər özlərinin normalda olduğunu belə fərqində olmurlar və ətrafdakıların deyimlərinə əsasən bunu qiymətləndirirlər. Kökələ bilmirəm deyəndə mütləq bir endokrinoloq müayinəsi lazımdır. Həqiqətən də buna ehtiyac varmı? Bu bir. İkincisi, baxmaq lazımdır ki, nədir problem? Ola bilsin ki, biz qidanı alırıq, çox yeyirik, amma hərəkət aktivliyimiz həddən artıq çoxdur. Gün ərzində bütün günü oturaq deyilik, yəni davamlı olaraq aktivik, ayaq üstəyi, idmanla məşğul oluruq yanaşında və bu zaman bizim enerji metabolizm sürətinə görə aldığımız verdiyimizə nisbətən az olur və ona görə də artıq çəki toplaya bilmirik və yaxud da yediyimiz qidalar düzgün vitaminlə zənginləşmiş qidalar deyil. Yəni yeməyi yeyirik, amma düzgün yemirik. Bu da önəmlidir. Hətta mən hər zaman deyirəm ki, çəki almaq istəyən pasiyentlərə belə biz şəkər qəbuluna icazə vermirik. Çünki şəkər qəbul elədikcə pasiyent özünə lazım olan, o inkişafı üçün lazım olan vitamin, mineral kompleksindən uzaq qalmış olur və artıq iştahı ölür. Şirniyyat qəbulundan sonra artıq normal yeməyi almır deyə davamlı olaraq həyat keyfiyyəti aşağı düşmüş olur və 3-cü etapda artıq bunlar inkar olunandan sonra pasiyentə baxılmalıdır ki, nədir problem? Ümumiyyətlə burada heç bir şey yoxsa, bəlkə hormonal sistemdə hər hansı bir problem var, hansı bir defisит varsa, bunlar araşdırılmalıdır. Tiroid funksiyası dəyərləndirilməlidir, bağırsaq funksiyası dəyərləndirilməlidir, həzm funksiyası dəyərləndirilməlidir. Bəzən həzm funksiyasında məsələn yanaşı pasiyentin köpmə, qaz, meteorizm şikayətləri ola bilər bu pasiyentlərdə. Çölyak araşdırılmalıdır, istisna olunmalıdır. Aldığı qidalar doğru mu sorulur, mənimsənilirmi, qan dəyərləri yaxşıdırmı? Bütün bunlardan sonra pasiyentə qiymət verilə bilər ki, bu pasiyent, konkret pasiyent niyə kökələ bilmir və kökəlməsi üçün elədiyi tədbirlər doğrudurmu? Adətən səbəb aralıdan qaldırıldıqdan sonra və sağlam qidalanma və həyat ritmi ilə, rejimi ilə pasiyent normal istədiyi çəkisini ala bilir. Məncə çox maraqlı bir müsahibə oldu izləyicilərimiz üçün. Çünki çox maraqlı mövzulara toxunduq. Həm arıqlamaqdan danışdıq, həm kökəlməkdən, sağlam qidalanmaqdan, mədə-altı vəz, xolesterin. Çox dəyərli bir müsahibədir. İstəyirəm sonda izləyicilərimizə öz tövsiyələrinizi verərdiniz. Təşəkkür edirəm. Bu aktual mövzudur. Mən öz səhifəmdə də və söz verilən, istənilən yerdə insanlara çatdırmaq istəyirəm ki, birincisi həqiqətən də gözəl bir ölkədə yaşayırıq və burada qida maddələri ilin 12 ayında hər şey əlimizdə var və bunun üçün kənardan vitamin almamıza ehtiyac yoxdur. Sadəcə bizim hər zaman dediyim ödəniş tələb olunmayan, heç bir yəni maddiyyat tələb olunmayan o 4 əsas qaydamıza əməl etməmiz lazımdır. Bu da bizim şəkər tərkibində şəkər olan bütün qidalardan imtina etməmiz, daha sağlıqlı olaraq rejimlə qidalanmamız, bol-bol su içməmiz, gün ərzində 10.000, 15.000 addım atmaq ən gözəl idman hesab olunur və bütün ürək-damar sisteminə, bütün əzələ sisteminə müsbət təsir vardır. Buna çalışmamız lazımdır və hər zaman da
hormonal diurnal ritmi, hormonların bir saatı var, bioloji ritmi var daxildə, bioloji saat deyirik. Ona düzgün ifraz olması üçün, o hamının dediyi kortizolun normal ifrazı olması üçün və gün ərzində əhval-ruhiyyəmizin, iş keyfiyyətimizin yaxşı olması üçün yeganə bir şərt zamanda yatmaq lazımdır. Vaxtında 11-dən başlayaraq kəsintisiz 7-8 saatlıq yuxumuz olmasına mütləq nail olmalıyıq. Bütün bu tədbirləri elədiyi sürəcə də heç bir həkim müayinəsinə ehtiyac olmur, amma ildə bir dəfə də endokrinoloq profilaktik müayinəsinə keçməsinə fayda vardır. Təşəkkür edirəm Ayşən həkim. İzləyicilərimizə bildirmək istəyirəm ki, bu gün studiyamızın qonağı dəyərli endokrinoloqumuz Ayşən xanım Xəblova idi. Suallarımızı cavablandırdı, amma sizə hələ də qaranlıq qalan məqamlar yarandısa sizdə də şərh bölümümüz açıqdır, suallarınızı yazın, mütləq gözləyəcək. Həkimimizlə əlaqə saxlamaq istəsəniz videonun üzərində və açıqlama hissəsində qeyd etdiyimiz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Özünüzə yaxşı baxın, daim sağlam olun. Həkimin nəzarəti ilə çalışın ki, həm vitamin olsun, həm digər preparatlar olsun, qəbul eləyin. Yaxşı baxın özünüzə. Sağ olun, Ayşən həkim. Sağ olun.